İsveçin paytaxtı Stockholmda Nobel həftəsi davam edir. Bugün fizika sahəsində mükafat öz sahibini tapıb. Bu mükafata Isamu Akasaki, Hiroshi Amano, Suzy Nakamura layiq görülüb. Onlar LED işıqlarının ixtirasına görə mükafatla təltif olunublar. Ötən gün isə tibb sahəsində Nobel mükafatı təqdim olunmuşdu. Bu arada 3 professor insan beynində daxili naviqasiya xüsusiyyətinin olduğunu müəyyənləşdirdiyi üçün layiq görülmüşdü. Bu həftə ərzində başlayan kimya, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə Nobel mükafatları da təqdim olunacaq. 2 gündür Nobel mükafatı qaliblərinin elan olunması prosesi sözsüz ki, hər bir Azərbaycanlıda doğma ad və soyad eşitmək marağını yenidən təzələyir. Ləman Ələşrəf qızı da Azərbaycanlıların bu mükafata nə qədər yaxın olmasını araşdırıb. Nədənsə hər il dünya Nobel mükafatı heyecanını yaşayanda ürəyimizdən o mükafatın bir Azərbaycanlıya da qismət olması arzusu keçir. Niyəsi əlbəttə ki, ilk növbədə Azərbaycanın, ikincisi nə qədər qəribə olsa da Nobelin adı ilə bağlıdır. Çünki Nobel fondunu təşkil edən bu pulların böyük hissəsi Azərbaycanda qazanılıb. Bu sahəni tədqiq edən alimlərin fikrincə 1879-cu ildə, yəni Nobel qardaşları şirkəti təsis edilərkən Alfred Nobelin adına cəmi 115.000 rubl məbləğində səhm alınmışdı. Şirkətin əsas kapitalının cəmi 4%-nə bərabər olan bu rəmzi səhm paketinin dəyəri 17 il ərzində artaraq 3.740.000 İsveç kronuna çatır. Fondun təsis edildiyi vaxtlarda Nobelin bütün əmlakının dəyərinin 31 milyon İsveç kronuna bərabər olduğunu nəzərə alsaq, asanlıqla demək olar ki, bu pulun çoxu şirkətin maliyyə dahiləri ilə yanaşı, həm də Bakı fəhlələrinin əməyi nəticəsində qazanılıb. Eləsə bizim elm, təhsil xadimlərimizin, yazıçılarımızın, siyasət adamlarının da bu ali mükafata sahib çıxmağa haqqı çatmırmı? Axı bunun konkret nümunəsi var. Lev Landau, nəzəri fizikanın bir çox fundamental sahələrinə elmi töhfələr bəxş etmiş Azərbaycanlı alim fizika üzrə Nobel mükafatını hələ 1962-ci ildə alıb. Düzdür, onun uğuru Azərbaycanın yox, Sovet elminin ayağına yazıldı. Amma nə dəxli var? Landau ki Bakılıydı, ondan qabaq, yəni 1957-ci ildə isə Nobel mükafatına real namizəd daha bir Azərbaycanlı, SSR-də alkilləşdirmə kralı kimi tanınan Yusif Məmmədəliyev olub. Qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə onun namizədliyi SSR alimlər tərəfindən irəli sürülür və həmin ilin dekabrın 29-unda hətta SOVKP-MK'nın siyasi bürosunun iclasında müzakirəyə belə çıxarılır. Baş katib Nikita Xruşov, büro üzvləri Yusif Məmmədəliyevin namizədliyinin Nobel komitəsinə təqdim olunması haqda razılığa gələcəklər ki, ortalığa bir məktub çıxır. Bu, Sovet ordusu Arxa Təchizat İdarəsinin rəisi Marşal Baqramyanın, tank qoşunları komandanı General Babacanyanın dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatların Stockholma göndərilməsini məsləhət görmədikləri məktub idi. SSR Nazirlər Soveti sədrinin birinci mavini Mikoyan çıxış edərək məktub müəlliflərinə haqq qazandırır. Beləcə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmur. 2005-ci ildə Beynəlxalq Atom Agentliyində işləyən Azərbaycanlı Bəxtiyar Siracovun MAGATE-nin qazandığı Nobel sülh mükafatına kollektivin üzvü kimi ortaq olmasını nəzərə almasaq, bugün adını fəxrlə çəkəcək elə bir adamımız yoxdur. Amma Bakıda vaxtilə Nobel qardaşlarının tikdirdiyi neft villasında məskunlaşan Bakı Nobel İrsi fondumuz var. Bu fond nə işlə məşğul olur? Azərbaycanda Nobel mükafatına iddialılar varmı və əgər varsa, Bakı Nobel İrsi fondu onlara dəstək ola bilirmi? Bu haqda sabahki süjetimizdə danışacağıq.